Gürcüstan sülhə qarşı oynayır. Tbilisi Bakının səbrinin həddini sınayır. Bu manşet başlığı ilə Azərbaycanın Minval nəşri məqalə dərc edib. Azərbaycan hökumətinə yaxınlığı ilə tanınan nəşrin məqaləsində Azərbaycan yük maşınlarının gömrükdə gecikdirilməsinə diqqət çəkilir. Həmçinin son aylarda Bakı-Tbilisi münasibətlərində bir sıra bürokratik problemlərin yaşandığı iddia olunur. Nəşr yazır ki, müasir tarixin kritik dövrlərində Azərbaycanın dəstəyindən asılı olan Gürcüstan indi uzun müddətli maraqlarına zidd davranış nümunəsi nümayiş etdirir. 2026-cı ilin 1 yanvarından ev heyvanları haqqında qanun qüvvəyə minir. Sahiblərin əsas öhdəlikləri xəstə heyvanı baytara aparmaq, dişləmə və zədə hallarında agentliyi məlumatlandırmaq, çirklənməni dərhal təmizləmək, heyvanın vurduğu ziyana görə məsuliyyət daşımaq, tələf olmuş heyvanın daşınmasını qaydalara uyğun təmin etmək. Tbilisdə ərəblərin Eagle Hills layihəsinə qarşı aksiya keçirilib. Şirkət Tbilisi və Batumidə 6 milyard dollarlıq 2 nəhəng layihə, 600 hektarlıq yaşıl şəhər və 250 hektarlıq premium kurort inşa etməyi planlaşdırır. Milli Bankın 8 dekabr məzənnəsinə görə 1 dollar 2 lari 70 tetri, 1 avro 3 lari 14 tetri təşkil edir.